Dostlar salam. Bugün sizə 250 manata necə usta olmadan tamamilə tək başına camaşırxana üçün mebel sistemini necə yığmaq olar onu göstərəcəm. İlk öncə hər şeyi planladım. Nə hara yerləşəcək, neçə rəf olacaq, hansı ölçüdə laminat lazım olacaq, hamısını yazdım. Sonra getdim mebel kəsim yerinə. Ölçüləri verdim, materiallar kəsildi, hamısını maşına yığıb gətirdim evə. Başladım tək-tək yığmağa. Bu videoda artıq mebellərin əsas hissəsini yığmışam. Rəflər, bölmələr, yan hissələr artıq qurulub. İndi sadəcə onları yerinə yerləşdirmək və qapılar taxmaq qalır. Ən maraqlısı nədir? Bütün bu mebel cəmi 250 manata başa gəldi. Usta yoxdur, əlavə xərc yoxdur. Sadəcə öz əlim, öz planım. İkinci hissədə artıq nəticəni göstərəcəm. O vaxta qədər videonu bəyənməyi və izləməyi unutmayın.